Ən çox istifadə etdiyimiz tərəvəzlərdən biri soğan. Amma bilirdinizmi ki, hər növ soğanın öz dadı və istifadə qaydası var? Gəlin birlikdə baxaq. Qırmızı soğan rəngini antosianin adlı maddədən alır. Həm ağ soğan kimi xırtılı, həm də şirin soğan kimi ləzzətli olmasa çiğ yemək daha xoş olur. Xüsusilə də balığın yanında. Karamelizasiya və turşu üçün də uyğun. Ağ soğan və ya gümüş soğan. Rəng olaraq çox sıx qarşılaşmadığımız soğan növüdür. Tək isə ləzzətsiz, ancaq xırtıltıdığına görə pomidor soslarına əla gedir. Meksika və Asiya yeməklərinin daha çox işlədilir. Sarı soğan digərlərinə görə daha qalın və tünd rəngli qabığa malikdir. Şəkər və yüksək kükürt səviyyəsi onu bişməyə uyğun hala gətirir. İstiyə təmas etdikdə kükürt səviyyəsini itirir, bişdikcə də şirinləşir. Qızartma, şorbalar, uzun bişən yeməklər üçün əvəz olunmaz. Şirin soğan qısa bişən yeməklər və karamelizasiya üçün əla seçimdir. Çiğ yediyimizdə digər növlərə görə daha zövqlü olur. Banana şalot və yaxud da ki, hövsan soğanı zərif və incə aroması olduğundan qlobal mətbəxlərdə sos üçün istifadə olunur. Soba yeməklərində də istifadə etmək üçün daha məqsədə uyğundur. Fransız mətbəxinin isə əvəz olunmazdır. Yaşıl təzə soğan təravətli və yüngül dadı olan bu növ əslində soğan bitkisinin yarpaqlarıdır. Şəkər və kükürt səviyyəsi azdır. Asiyada və xüsusən də Uzaq Şərq mətbəxinin vazgeçilməzdir. Salatlarda, omletlərdə istifadə edə bilərsiniz. Nuş olsun.